Mən bahalı torpaq qurdları almağı bir dəfəlik dayandırdım. Elə ki, bu çox sadə və pulsuz üsulu kəşf etdim. Ən adi qəhvəyi dalğalı karton kifayətdir ki, siz öz sahənizdə torpaq üçün əsl cənnət güşəsi yaradasınız. Əgər illərlə baş sındırırsınız ki, niyə torpağınız baha, kompost versəniz də bərk, quru və ölü qalır, onda bu üsul sizin üçün çox şey dəyişəcək. Burada heç bir reklam fəndi və ya mağazadan alınan şübhəli preparatlar lazım deyil. Sağlam torpağın əsas qəhrəmanları torpaq qurdlarıdır. Onlar səssiz şəkildə yerin altında işləyir, torpağı yumşaldır və üzvi maddələri parçalayır. Maraqlısı odur ki, karton onları hər hansı hazır yemdən daha tez cəlb edir. Mağazadan qurd almaq sadəcə müvəqqəti həll yoludur. Əsas problem onların yaşaması üçün şəraitin olmamasıdır. Qida və qoruma yoxdursa, qurdlar tez yox olur. Məhz burada sadə karton işə yarayır. Siz onu torpağın üstünə sərərək həm alaq otlarının qarşısını alırsınız, həm də rütubəti saxlayan yorğan yaradırsınız. Üstəlik bu, qurdlar üçün əla qidadır. Qurdlar kartonu yeyərək sürətlə çoxalır və onu humusa çevirir. Bu humus, azot, fosfor və kaliumla zəngin olur. Beləliklə, siz heç bir beli vurmadan torpaqda təbii şəkildə kanallar yaranmasına şərait yaradırsınız. Amma unutmayın, əgər torpaq beton kimi bərkdirdirsə, qurdlar da kömək edə bilməyəcək. Onlar belə sərt qatı deşə bilmir. Bu problemin kökü adətən torpağın tez-tez şumlanması və üstünün açıq qalmasıdır. Günəş altında torpaq tez quruyur, faydalı mikroorqanizmlər məhv olur. Nəticədə torpaq toza çevrilir. Üzərində örtük olmayanda, hər suvarmadan sonra torpaq daha da sıxılır və hava keçirməz hala gəlir. Belə şəraitdə bitkilərin kökləri sözün əsl mənasında boğulur. Qidalar torpaqda qalır, amma bitki onları ala bilmir. Nəticədə sahə zəifləyir. Hazırlıqsız quru torpağa kompost dökmək sadəcə vaxt və pul itkisidir. Günəş altında ya yanır, ya da təsirsiz qalır. Qurdlar və faydalı bakteriyalar yalnız nəm və kölgəli mühiti sevir. Parlaq örtüyü olmayan sadə qəhvəyi karton meşə döşəməsini xatırladır və torpaqda həyatın yenidən başlamasına kömək edir. Bu nəm qat qurdlar üçün ideal mühit yaradır və sahənizi sanki canlı bir ekosistemə çevirir. Siz faktiki olaraq qurdların üzərini örtürsünüz. Bu örtük onları günəşdən qoruyur və qurumağa qoymur. Belə şəraitdə onlar sürətlə çoxalır, minlərlə tunel qazır və torpağı zənginləşdirir. Onların ifrazatı, biohumus, ən yaxşı təbii gübrələrdən biridir. Torpağın yüngülcə boşaldılması, məsələn yabayla, hava boşluqları yaradır və qurdların rahat hərəkətinə kömək edir. Bu boşluqlarda rütubət daha uzun qalır və kartonun parçalanması üçün ideal şərait yaranır. Beləcə, sahəniz təbii gübrə istehsal edən canlı bir sistemə çevrilir. Karton torpağa sıx yerləşdirildikdən sonra dərhal üstünü örtməyin. 5-dən 7-yə qədər gün gözləmək daha yaxşıdır. Bu müddətdə torpağı müntəzəm sulamaq lazımdır. Təxminən hər kvadrat metrə 2 litr su kifayətdir. Əgər bunu etməsəniz, mikroorqanizmlər aktivləşməyəcək və effekt zəif olacaq. Düzgün şəraitdə 1 kvadrat metrdə 100-ə yaxın qurd toplana bilər. Üstünə az miqdarda üzvi material əlavə etdikdə onların fəaliyyəti daha da artır. Torpaq nə qədər nəm qalsa, həyat da bir o qədər sürətlə inkişaf edir. Bu isə bitkilər üçün güclü və sağlam bir baza yaradır. Qurdların yaratdığı biohumus vitaminlər, amin turşuları və əsas qida maddələri ilə zəngindir. Bu məhsulumuz üçün əsl enerji mənbəyidir. Qurdların qazdığı tunellər torpaqda təbii havalandırma sistemi yaradır. Bu kanallar vasitəsilə oksigen köklərə çatır, su isə torpaqda daha uzun qalır. Nəticədə sabit və sağlam mikroiqlim formalaşır. Yeni başlayanların ən böyük səhvlərindən biri kartonu qalın ot qatı və ya plyonka ilə örtməkdir. Bu, torpağı havasız mühitə çevirir və qurdları uzaqlaşdırır. Karton nəm olmalıdır, amma bataqlığa çevrilməməlidir. Karton meşə örtüyü kimi işləyir və qurdlar üçün ideal şərait yaradır. Birinci gün o islanır və kölgə yaradır. İkinci gün suyu saxlayır. Üçüncü gün isə parçalanma qoxusu qurdları cəlb edir. Bir həftə ərzində torpaq canlanmağa başlayır. 2 qat karton daha yaxşı nəticə verir, çünki temperaturu və rütubəti daha stabil saxlayır. Amma rəngli, parlaq və ya laklı kartondan istifadə etməyin. Onlar zərərli maddələrə ehtiva edə bilər. Karton sərməzdən əvvəl
Bütün metal skobaları və lentləri çıxarın. Ən yaxşı seçim adi, boyasız, qəhvəyi karton qutulardır. Materialın təmizliyi çox vacibdir. Xüsusilə diqqət edin. Bəzi çap boyalarında qurğuşun və kadmium kimi ağır metallar olur. Bunlar torpağı zəhərləyə bilər. Sintetik örtüklü kartondan istifadə etməyin. Kartonları hissələrə bölüb, bir-birinin üzərinə örtəcək şəkildə sərmək lazımdır ki, alaq otlarına yer qalmasın. Bu üsul çox sadədir, amma çox vaxt bundan danışmırlar. Çünki bahalı məhsulların satışı azalır. Sonda ən vacib məqam. Kartonu yaxşıca islatmaq lazımdır. O nəm, süngər kimi olmalıdır. Əgər karton quru qalarsa, qurtlar oraya girməyəcək. Su liflərin içinə qədər keçməlidir ki, bərk və cansız torpaq qısa müddətdə yumşaq və məhsuldar humusa çevrilsin.